Salam dostlar, hər vaxtınız xeyirli olsun. Mən sizə bu səfər tamam fərqli bir formatda bir video təqdim edəcəm. Bugünkü videom xoşbəxt olmağın sirləri nələrdir? Onlardan danışacağam. Düzdür, xoşbəxt olmaq hər zaman mümkün deyil. Hər bir insan ideal bir xoşbəxt insan yoxdur. İdeal bir xoşbəxtlik yoxdur, amma xoşbəxt anlar var, xoşbəxt dəqiqələr var və xoşbəxt keçirə biləcəyimiz zamanlar var. Əlimizdə olan zamanlar var. Həmin zamanları biz necə xoşbəxt edə bilərik? Həmin zamanların xoşbəxt olması nədən başlayır? Biz xoşbəxt olmaq üçün nəyə fikir verməliyik? Əziz dostlar, əziz gənclər, əziz ali məktəbə hazırlaşan dostlarım, əziz valideynlər, biz övladlarımızın xoşbəxtliyini arzulayırıq. Biz övladlarımızın gələcəkdə xoşbəxt həyat yaşamasını arzulayırıq. Biz gənclər olaraq daha xoşbəxt bir ömür arzulayırıq. Ali məktəblərə daha gözəl bir günlər, daha xoşbəxt bir anlar yaşaya bilmək üçün hazırlaşırıq, əziyyət çəkirik. Və nəticədə biz əziyyətimizin bəhrəsini görmək istəyirik. Ümumi xoşbəxtliyimiz biz nə deyirik? Biz deyirik ki, gələcəkdə işimiz olsun, maşınımız olsun, evimiz olsun, ailəmiz olsun, gözəl günlərimiz olsun, xoş anlarımız olsun, dəqiqələrimiz olsun. Bizə görə xoşbəxtlik budur. Biz əslində bütün bunları yaşaya bilmək üçün ilk öncə özümüz xoşbəxt olmalıyıq. Bəs özümüz xoşbəxt ola bilmək üçün nə etməliyik? Özümüz xoşbəxt ola bilmək üçün əziz dostlar, əziz gənclər, biz iki şeyi diqqətli etməliyik. Bir, insan həyatda xoşbəxt ideal bir xoşbəxtlik yoxdur. Hər bir insanın xoşbəxt anları var, kədərli anlar var, hüzünlü anlar var, qayğılı anlar var, sevincli anlar var, özünü xoşbəxt hiss etdiyi anlar var, özünü bədbəxt hiss etdiyi anlar var. Yəni bu xoşbəxtlik davamlı bir xoşbəxtlik olsa, bu həyatın bir mənası qalmaz. Amma biz öz anlarımızı daha çox xoşbəxt edə bilmək üçün nə etməliyik? Əziz dostlar, bunun üçün ilk öncə biz gələcəyimizi qurmalıyıq. Gələcəyimizi qura bilmək üçün də gələcəyimizi sağlam təməllər üzərində atmalıyıq. Sağlam təməllər nədir? Sağlam təməllər biz niyə hazırlaşırıq? Biz niyə ali məktəbə hazırlaşırıq? Gələcəkdə daha yaxşı işimiz olsun, daha gözəl işimiz olsun, daha çox maddi vəsaitimiz olsun, ailəmizə daha yaxşı baxa bilmək, evladlarımıza daha gözəl həyat şəraiti suna bilmək üçün edirik. Düzdürmü? Bəli. Amma bunun üçün doğru peşəni, doğru sahəni, doğru təməli qoymaq lazımdır. Doğru təməl nədir? Doğru təməl sənin bugün seçəcəyin ixtisasdır. Doğru təməl nədir? Doğru təməl bugün sən ali məktəbə seçəcəyin qrupdur. Doğru təməl nədir? Doğru təməl sənin gələcəkdə planlayıb nələrə qadir olduğunu anlayıb, nəyi bilib, nəyi bilmədiyini anlayıb, özünü tanıyıb, sonra özünün xarakterindən, bacarığına və emosiyalarına və daxili dünyana səni xoşbəxt edə biləcək bir işi tapmaqdır. Bu işi tapmaq üçün nə etmək lazımdır? Doğru analiz, yol, doğru seçim eləmək lazımdır. Doğru seçim eləmək üçün də analizdən keçmək lazımdır. Özünü doğru şəkildə dərk edə bilmək lazımdır. Özünü doğru şəkildə dərk edə bilmək üçün də səni doğru istiqamətləndirəcək insanlarla tanışmaq lazımdır. Sən istiqamət tapdığın zaman doğru yolda yürüyə bilirsən. Doğru yolda yürüdüyün zaman düz yol palçıqlı ola bilər, əyri ola bilər, amma yolun doğrudursa çatacağın mənzil nədir? Sabitdir, stabildir, əziyyətli olsa da sən o çatacağın mənzilə çatacaqsan. İki şey insanı həyatda xoşbəxt edir. Bir, seçdiyi peşə, iki, ailə. Seçdiyi peşənin insan həyatında çox böyük rolu var. Çünki sən bir peşəni sevdiyinsən, o peşədə özünü var olmuş, xoşbəxt hiss edirsənsə, orada daha verimli işləyəcəksən, daha kreativ işlər görəcəksən, daha fərqli düşüncələrə sahib olacaqsan və daha çox yenilikçi və ürətici olacaqsan. Və bu ürəticiliyin nəticəsində sən daha zirvələrə qalxacaqsan, daha çox maddi vəsait qəbul edəcəksən, qazanacaqsan və həm də qazandıqca xoşbəxt olacaqsan. Xoşbəxt olduğun üçün ətrafını xoşbəxt edəcəksən, çevrəni xoşbəxt edəcəksən, yoldaşlarını xoşbəxt edəcəksən, sosial cəhətdən daha aktiv olacaqsan, daha gözəl insanlarla əhatəli olacaqsan və auran gözəlləşəcək və insanlara müsbət aura bəxş edəcəksən. Və o müsbət aura ilə başladığın işi, müsbət aura ilə evində bitirdiyin zaman ailəndə çox gözəl bir xoşbəxt ailən olacaq. Evladlarına çox gözəl, doğru bir şəkildə valideynlik edə biləcəksən. Yoldaşına, ailə həyatı qurduğun xanıma və yaxud da bəyə çox gözəl bir münasibət quracaqsan və nəticədə xoşbəxt bir ailəyə sahib olacaqsınız. Və nəticədə xoşbəxt bir ömür yaşayacaqsınız. Yenə də deyirəm, xoşbəxtlik nisbidir, xoşbəxtlik hər zaman olmur, amma
xoşbəxt anları yaşaya bilmək, xoşbəxt bir dəqiqələr yaşaya bilmək, həyatımızı daha xoşbəxt edə bilmək bizim əlimizdə mümkündür. Əziz dostlar, əziz mənim universitetə hazırlaşan və qrup seçimi, ixtisas seçimi hazırlaşan mənim dostlarım. İxtisas seçimi və qrup seçimi çox həyatı bir məsələdir. Sizin bugün seçəcəyiniz, doğru verəcəyiniz qərar sizin gələcəkdə doğru şəkildə bir insan kimi formalaşmanıza, xoşbəxt bir insan kimi həyatınızı sürəcəyinizə, gözəl bir ailə sahibi olacağınıza, xoşbəxt bir yuva sahibi olacağınıza səbəbiyyət verəcəkdir. Və ona görə də doğru seçim etmək üçün doğru qərarları ən başdan vermək lazımdır. Doğru qərarlar verə bilmək üçün də doğru istiqamət verəcək insanlara yönəlməniz lazımdır. Bugün bir ixtisas seçimi vərəqdə keçən ilki balları oxuyub ona uyğun bal seçmək deyil. Bir ixtisas seçmək sənin həyatını qurmaqdır. Bir ixtisas seçmək sənin gələcəyini planlamaqdır. Bir ixtisas seçmək sənin xəyallarını inşa etməkdir. Xəyallarının inşası bir vərəqdə bir il əvvəlki balla olmamalıdır. Xəyallarının inşası sənin doğru analizlərinlə, özünü tapmağınla, nəyə sahib olduğunu bilməyinlə, nəyə qadir olduğunu bilməyinlə, hansı işlərini daha xoşbəxt edər, hansı işlə daha verimli ola bilərsən, düşüncəni özündə tapıb, özünü var olmuş hiss edərəkdən, özünü kəşf edərəkdən verəcəyin qərarların nəticəsində alacağın qərar sənin gələcəkdə daha gözəl, daha idealist, daha insanların içində tanınan, daha yüksək nəticələr əldə edən, daha xoşbəxt və insanların sənə qibtə edə biləcəyi bir insan modeli, bir insan şəkli formalaşdıra bilməyin üçün özündə bir təməldir. Düşünməyini istəyirəm, bunun sənin analiz verərəkdən qərar verməyini istəyirəm, bunun sənin bugünün balına görə yox, 10 il sonraki düşüncələrinə görə qərar verməyini istəyirəm. 10 il sonra sən özünü harda görürsən, necə görürsən və 10 il sonra səni xoşbəxt edəcək hansı işdə olmaq istəyirsən, onu düşünərəkdən qərar verməyini istəyirəm, əziz dostum. Buna görə də çalışın ki, hər ixtisas seçimini həyatınızın mərhələsinə, həyatınızın inşasına qoyduğunuz bir daş kimi, bir beton kimi divarı inşa etməsəz, gələcəkdə o divar ya əyiləcək, ya yıxılacaq, ya da ki, sizə bir faydası olmayacaq. Ümid edirəm ki, gələcəyiniz çox möhtəşəm, parlaq və ürəyiniz istədiyiniz kimi olacaq. Xoş qalın, gözəl qalın, sevgi dolu qalın, hər biriniz uğurlar.